Salam Fərid, xoş gəlmisən. Salam, hər vaxtınız xeyir. Mən Fərid Bayramov, Azərbaycan Kooperativ Universitetini bitirmişəm. Sənaye təşkil və idarə olunması ixtisasını, magistraturanı da Azərbaycan Universitetində bitirmişəm, iqtisadiyyat əlaqələri üzrə. Sən müraciət edən zaman Kiprdə və Türkiyədə bir neçə universitet sənə təklif olundu. Sən bəs niyə məhz Bahçeşehir Kıbrıs Universitetini təhsil almağı seçdin? Dostlarımla da maraqlanmışdım, universitetlərlə də maraqlanmışdım. Məhz mənim üçün uyğun olan bu universitet olmuşdu. Yəni o birisi universitetlərdə niyə olmurdu? Çünki mən universitetə gedə bilməzdim, əyani olaraq davam etdirə bilməzdim işimlə əlaqədar olaraq. Ancaq semestrlərdə imtahanlara görə gedib gələ bilərdim. İlkin qeydiyyata getdiyiniz zaman hər hansı bir problemlə rastlaşdınızmı universitetdə? Xeyr, çətinçiliyim olmamışdı. Çünki universitet nümayəndələri də orada yaxından kömək elədilər mənə. Həm də tələbələrlə birgə getmişdik. Sağ olsun Anadolu qrupunun əməkdaşları da tez-tez əlaqə saxlayaraq tək qoymamışdır. Semestr imtahanlarını necə vermisən? Bu proses sənə çətin gəldimi? Orada hal-hazırda 2-ci semestrə başlamışam. Heç bir kəsirim yoxdur. Ən azından çalışmaq lazımdır. Bu prosesə yenidən başlasaydın əgər, yenə də bizi və bu universiteti seçərdinmi? Və hər hansı bir narazı qaldığın bir nüans varmı? Bəli, yenə sizin şirkət altında bu universitetlə təhsil almağı istəyərdim. Bizə və tələbə namizədlərinə nə demək istəyirsən burdan? İlk öncə sizə çox sağ ol demək istəyirəm ki, təhsil aldığım müddətcə mənə yaxından kömək durdunuz. Tələbə namizədlərinə onu demək istəyərdim ki, heç düşünmədən Anadolu qrupu seçə bilərlər.